sakla. Sakla. Nədir bu, nədir? Bilmirəm. Nədir bu? Bilmirəm. Əli gözə bir dənə motosiklet gəlir. Qazırlar, bastırırlar, konuma gəlirlər. Hazırda Masazırdayıq. Bir qrup sakinin şikayəti əsasında əraziyə gəlmişik. Onlar iddia edirlər ki, artıq uzun müddətdir burada bir sıra vətəndaşlar onları narahat eləyir. Məlumata görə onlar axşam hava qaraldıqdan sonra gördüyünüz əraziyə gələrək burada qanunla qadağan edilmiş maddələrin satışı ilə məşğul olurlar. Bu da təbii olaraq sakinlərin narahatlığına səbəb olur. Hazırda məsələni dəqiqləşdirmək üçün buradayıq. Sakinlərin sözlərinə görə son həftələr ərzində naməlum şəxslər əraziyə tez-tez gələrək müxtəlif şübhəli maddələr bastırıb ərazini tərk edirlər. Bildirilir ki, həmin şəxslər əvvəlcədən onlara göndərilən xüsusi xəritə vasitəsilə bu nöqtələri tapır və qısa müddətdə ərazidən uzaqlaşırlar. Sakinlər deyir ki, bu hal artıq bir neçə həftədir davam edir və demək olar ki, hər gün belə hallar qeydə alınır. Çəkiliş apardığımız zaman da bir neçə şübhəli şəxs sakinlər tərəfindən saxlanılaraq yoxlanıldı. Onların bəzilərinin üzərindən narkotik vasitələr aşkar edildi. Daha sonra həmin şəxslər hadisə yerinə çağırılan polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyatı üzrə təhvil verildi. Orada şeydir. Ondan sonra ondan o izdəki orada daşın dibi. O hissə. Görürsüz? Bu oranı qazırlar. 9 nəfərə yaxın tutmuşuq. Ondan sonra bu orada. Qazırlar, bastırırlar, şeylirlər. Da bezmişik bunların əlinə. Konuma gəlirlər. Qardaş, bir həftədən çoxdur vəziyyət belədir. Bir həftə ərzində də bir 25-30 nəfər yəni tapılıb aidiyyat üzrə təhvil verilibdir. Yəni bir həftədə gecəmiz gündüzümüz yoxdur. Bax bu küçələrdə gördüyünüz kimi yəni yığılır bütün qonşular, işi olan, olmayan. Mən özüm işim gücüm var, atıb gəlmişəm ki, bu vəziyyəti sonlandıraq da, yəni təmizləyək, məhəllə təmizlənsin. Bu gün 9 nəfər tutulub təhvil verilibdir. Bir dənə qadın var idi istərində, hətta elə ən çox da narkotik vasitələ o qadının üstünə tapılıbdır, 2 kiloya yaxın. Ondan əlavə də 8 nəfər. Bugün ümumilikdə 9 nəfər tapılıb təhvil verilibdir. 2 həftədir cəmaət özü, yəni qonşular narahat aparırıq. 7-24 gecə gündüz, yəni hamımız belə adamları güdürük. İndi biz tanıyırıq da üzdən burada yaşayanlar tanıyırıq, yaşamayanlar tanıyırıq. Bugünkü gün ərzində bir qadın, hamilə qadın, üstündən 2 kiloya yaxın narkotik çıxdı, bilmədik nədir bu kümənin içində. Hər gün minimum 4 nəfər adam tutulur. Təkcə bu ərazidə. Yəni aidiyyatı üzrə xahiş edirik, bura kamera yerləşdirsinlər, post qursunlar. Yəni burada problemdir, uşaqlarımız böyüyür. Yəni onlar gəlirlər, bastırırlar, uşaqdır, oynayır torpaqla, gəlir atar ağzına, zəhərlənər, nəsə baş verər. Yəni qabaqlayıcı tədbirlər görəyin. Bunların qarşısında. Hadisə, mən hal-hazırda uşaqları, öz uşaqlarımı düşürdüb gəlirdim. O birisi məhəllədə də həmən vəziyyət 3 nəfər saxlamışdılar. Birinə qaçırdı, yıxıldı maşının altına, az qala vurmuşdum. Yəni vəziyyət budur. Çox xahiş edirik, aidiyyatı üzrə kamera yerləşdirsinlər, nə bilim işıqlandırsınlar, buranı küçələrini işıqlandırsınlar. Yəni bərbaddır vəziyyət. Bir sözlə bərbaddır vəziyyət. İndiyə kimi məhəllə yəni sakit məhəllə olub. Bizim məhəlləmiz daim sakit məhəllə olub. Amma son vaxtlar yəni necə deyim, son bir həftə ərzində yəni ki, bu hallarla tez-tez qarşılaşırıq. Yəni fərqli insanlar da gəlirsən ki, yolun qırağından keçir, adam elə baxır ki, yəni adam ki qorxur da. Yəni ən çox məsəl üçün görürük ki, gəlir nəsə axtarır. Deyirsən ki, nə axtarsın? Yalan deyir ki, məsəl üçün nəyimsə düşübdür. Bayaq birini tutmuşuq, deyirəm ki, bəs burada nə axtarsan da, stopanın yəni ki, yanındadır. Deyirəm, nə axtarsan, deyir ki, kirayev axtarım. Dedim, orada yəni sənin üçün kirayev olur. Yəni polis əməkdaşları da gəldi, həmin adamı tutub, yəni bölməyə təhvil verdi. Polis əməkdaşlarımız da sağ olsun, yəni ki, məhəllənin daim nəzarət altında saxlayırlar. Məlumat üçün qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən onlarla şəxs saxlanılıb və araşdırma aparılması üçün aidiyyatı üzrə təhvil verilib. Ərazi sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə polis əməkdaşları da ərazidə gücləndirilmiş rejimdə xidmət aparır. Gecə-gündüz nəzarət tədbirləri həyata keçirilir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev RTV-yə bildirib ki, ərazi nəzarətə götürülüb. O qeyd edib ki, ərazi üzrə daxil olan müraciətlər qeydə alınıb, müvafiq tapşırıqlar verilib, araşdırma aparılır.